Salam dostlar, ben Alya Dublaj. İlk videomuzda Nita ile oynayacağız. Onda heç vaxt itirmeden başlayırıq. Bu sefer görmüş olduğunuz kimi videoya mən yox, videonun əsl sahibi giriş elədi. Bu videoda Alya Dublajın öz səsi ilə çəkmiş olduğu bu oyuna baxacağıq və görək o necə oynayır. Baxın, bu Alya'nın mən seçimlərinə heyran qaldım. Doğrudan da əgər bir kart, bir dəstə seçirsə, çox məntiqlə seçir. Yəni indi burada fikir versəz, Alya'nın nə qədər beyin yorduğunu buradaca görəcəksiniz. Ben bu kartı seçeceğim çünkü niye olmasın? Bəli, niyə olmasın? Məntiq niyə olmasın da niyə? Niye heç kəs yoxdur ya bugün? Amma nə bilim burada niyə heç kim yoxdur? Yəni bir çox səbəb ola bilər. Məsəl üçün nə bilim Edgar'ın anası satdığı şeyi endirmə salmış ola bilər. Vallahi yəni elə bir şey olsa mən də gedərdim. Ha bu arada bu qız bir şey görəndə elə bir tepki eləyir ki, yəni içim belə qəribə olur ya. Aa, robot. Sən bu sözü get robotun üzünə bir də de. O robot sistemində olmayan sözləri sənə deməsə mən bir şey bilmirəm. Bu oyunçu o qədər cəsurdur ki, o heç bir şeydən qaçmamağı ilə bilinir. Kömək eləyə! Ölürəm, kömək. Narahat olma, gözlə polisə zəng eləyim. Gözlə. Alo polis. Bəli. Bir qız bir robotu narahat eləyir. Təcili buraya adam göndərin. Bəli. Aa, El Primo, necəsən? Oho, şükür salamatçılıqdır. Sən necəsən? El Primo. El Prime'ın deyəcəkdim. Ha, ürəyin nə istəyirdi? Vapşe bel pomidordu. De ki, belə için rahatlaşsın. Aa, pulsuz yük. Aa, pulsuz kill. Buraya pıy belə. El Primo kendimi öldürəcəkdi. Səni öldürəcəkdi. Aa. Mən elə bildim səni qıdıqlayacaq da. Görsən nə oxraş adamlar var ya. Gəlin gedək aşağıdakı krovu da həll eləyək. Aşağıdakı krovu da həll eləyək deyəndə bax ağlıma belə bir şey gəlir bax. Duyda nə oldu? Zibili çıxdı ki, mən nə oldu? Bunu həll eləyəcəkdin. Aparacaqdım belə arxa tərəfə, də qamışdığa, orada söhbət eləyəcəkdim. Onu belə çıxardacaqdım, belə rahatlaşacaqdıq. Neyse, bu videonun sonuna geldik dostlar. Gəlici. Bəli, video burada qutardı. Deyəsən biraz çox tez kəsit eləyib. Bəli, davamlı reklamlardan sonra.